Milli Məclisin sədri Sahibə Qafarova Polşaya rəsmi səfəri zamanı bir sıra görüşlər keçirib. Varşava Universitetində çıxış edən parlamentin spikeri Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi geniş miqyaslı təxribatlardan, həm də ölkəmizin sülh üçün göstərdiyi səylərdən bəhs eləyib. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Polşaya rəsmi səfəri davam edir. Sədr Sahibə Qafarova Varşavada naməlum əsgər abidəsini ziyarət edib, xatirə kitabına ürək sözlərini yazıb. Parlament nümayəndə heyəti Varşava Üsyanı muzeyi ilə də tanış olub. Milli Məclisin sədri Varşava Universitetində dialoq və həmrəylik, Azərbaycanın əməkdaşlıq və inkişaf baxışı mövzusunda məruzə ilə çıxış edib. Sahibə Qafarova bildirib ki, Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərir və Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib. Lakin Ermənistan hələ də öz üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur, silahlı birləşmələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxlayır və regionda bütün kommunikasiya və nəqliyyat marşrutlarının açılmasına mane olur. Spiker eyni zamanda bildirib ki, bugün Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini beynəlxalq arenada yeganə davranış qaydaları kimi qəbul edərək, qarşılıqlı etimad və maraqlar əsasında çoxvektorlu əməkdaşlığa və bərabər hüquqlu tərəfdaşlığa önəm verir. Hər zaman dialoq və həmrəyliyə səylər göstərir. Azərbaycan həm də Avropanın və beynəlxalq bazarların ardıcıl və etibarlı neft və qaz təsisatçısı kimi tərəfdaşlarının enerji təhlükəsizliyinə öz töhfəsini verir. Sonra Sahibə Qafarova Varşava Universitetinin fəxri diplomu və medalı ilə təltif olunub. Rüstəm Mikayılzadə, Əntiqə Fərəcova, ASTV xəbər.